Elmin öz ağlı ilə, dərrakəsi ilə çox yəni, həm bizim sevimimizdir, həm də ürəyindən gəlir. Bax, bu da diplomudur. Amma diploma baxmayaraq biz Elmirə 2 dənə fəxri fərman verəcək olasıyıq. Bax, bu dəqiqə görürsünüz, Səfərli Elmir 1-ci yer, görürsünüz B qrupunda. Həqiqətən də düzdür, o B qrupu çətin qrupdur, çox çətin qrup oldu. Ona baxmayaraq biz yəni bunu orada təqdim elədilər. Biz də öz növbəmizdə rəhbəri adından, rəhbəri İbrahim Məktəbi rəhbəri adından sənə 2 dənə fəxri fərman verəsi olasın. Nətər? Birincisi, Yevlax şahmatçılarına, Yevlax şahmatçılar adından gəldi. Mən hesab edirəm, sən Yevlax şahmatçılar kapitanısan. Kapitan komanda sənsən. Nə? Çünki onları sən gətirdin bura, düzdürmü? Elədir, yaşa görsən qoyublar. Biz həm belə Yevlax şahmatçıları və bir də sənin özünə fəxri fərman verəcək. O heç, o qazandığını təqdim elədilər, sağ olsunlar. Bu bir, bu da bir. Sonra eyni zamanda sənə bizim, yenə də bizim bir medalımız olacaq. Bəli, bu da bizim hədiyyəmizdir. Həm də uşaqlar, dünənlərdə Elmirin ad günüydü, dünənlər. Ad günü üçün özü-özünə hədiyyə elədi. Yer tutdu birinci yerə. Birinci yer özü-özünə də qazandı. İnan, çox qəhrəmanlıq göstərdi. Hazırlaşırdı bütün gün, sözümü eşidirdi. Əla, deməli sən şücaət göstərdin. Biz də səni bu medalla, hədiyyə medalına, bunu mən hədiyyə edirəm sənə. Həm ad gününə görə, həm sözümü eşitdiyinə görə, həm də ki, bilirsən, qazandığına görə, sən qazandın. Düz o yarışda sənə başqa mükafat verdi. İdman geyimi verdilər, idman geyimi hədiyyə verdilər. İndi biz də, mən də müəllim olaraq, sən həm dostun, həm müəllimin olaraq və səni dəyərləndirirəm, həm də valideynlərinin fədakarlığını nəzərə alaraq, Yevlaxdan bura məsafədən gəlirlər, gedirlər. Bu boyda müddətdə zəhmət çəkdilər, özün də qabiliyyətlisən, ailəm də ziyalı ailədir, qabiliyyətli oğlansan, sən Yevlağı sən ürəklə təmsil edin, yüksək B qrupunda. İndi keçid alsan A qrupuna, 2 dənə fərqli fərman. Görürsən, bir yarışda 2 fərqli fərman. Həm Yevlax rayon şəhər şahmatçıları üçün sən onu da göstərərsən, həm də eyni zamanda ayrıca sənə. Çünki sən həqiqətən də humanist addım atdı uşaqlar. Komandanın özü də, öz komandanı, o birisi uşaqları, Yevlax şahmatçılarının özü də bir dəstək oldu onlara. Nizamladı, nizam yarattı onlardakı bir-birinə dəstək, dostluq, əsl dostluq yarışı olsun. Novruz bayramı həm də dostluq bayramıdır uşaqlar. Elə dostluq, əmin-amanlıq, sülh bayramıdır. Həm də yenilik bayramıdır. Biz yeni günlərə qədəm qoyacaq. Yeni ilə, bizim yeniliyimiz uşaqlar, elə Novruz bayramıdır, düzdürmü? Ona görə mən həqiqətən də səni ürəkdən alqışlayıram fəaliyyətini və bunu rəhbəri adından, öz adından da bir sənin dostum olaraq, müəllim olaraq səni mən belə dəyərləndirirəm. Zəhmət olmasa bizim şəklimizi çəkə bilərsiniz.